Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz dünyada baş verən proseslərdir. Yəni Rusiya-Ukrayna atəşkəs mövzusu, İsrail-Həmas toqquşması və Hindistan-Pakistan hazırki vəziyyəti ilə bağlı olacaq. Öncə onu bildirmək istəyirəm ki, sərhədimdə olan problemlərlə bağlı bir həftə idi ki, demək olar ki, çıxış edə bilmirdim. Və bundan sonra artıq çıxışlarımı davam etdirəcəm və əlavə olaraq da onu bildirmək istəyirəm ki, bundan sonra həftədə bir dəfə çalışıb canlı yayımlar eləyəcəyik, ən azından 1 saat. Yəni bəzən olur, suallar verirlər, bu suallara cavab verə bilmirik və yaxud da ki, ona veriliş hazırlayana qədər, hansısa bir çıxış hazırlayana qədər mövzu gündəmdən düşür. Ona görə də elə sual-cavab kimi təxminən həftədə bir dəfə və yaxud da 10 gündən bir saatlıq canlı yayım etməyə planlaşdırırıq. Və çalışacağıq ki, bundan sonra dünyada baş verən, ümumiyyətlə bizim regionda baş verən bütün proseslərə vaxtında və dəqiq ən azından reaksiya verə bilək. Əlavə olaraq onu bildirmək istəyirəm ki, kanalı bir analiz eləyərkən məlum olur ki, kanalda ümumiyyətlə izləyənlərin bəlkə də 70%, 80% abunə olmayanlar şəxslərdir. Mən heç vaxt deməmişəm ki, yəni kanala abunə olun və yaxud da ki, bəyənin, paylaşın. Amma həqiqətən də əgər mümkündürsə kanala abunə olmağınız və yaxud da ki, ümumiyyətlə paylaşmağınız çox önəmlidir. Çünki çalışacağıq ki, bundan sonraki mərhələlərdə də çalışacağıq ki, daha detallı, daha geniş şəkildə ən azından izləyicilərin qarşısına çıxa bilək. İndi artıq başlaya bilərik. Deməli, indiki mərhələdə biz faktiki olaraq nəyin şahidi oluruq? Rusiya-Ukrayna müharibəsi ilə bağlı onu deyə bilərik ki, konkret olaraq bir çox ölkələr, yəni Avropa ölkələri, Qərb, Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunmasına ən azından çalışırlar. Amma düşünürəm ki, bu atəşkəsin əldə olunması məsələsi o qədər də asan deyil. Öncə biz baxmalıyıq ki, atəşkəs hansı tərəfə sərf eləyir? Rusiya tərəfinəmi, yoxsa Ukrayna tərəfinəmi? Açıq şəkildə demək lazımdır ki, hazırda ən azından bir aylıq nəzərdə tutulan bir aylıq atəşkəs faktiki olaraq Rusiya və Ukrayna və onun tərəfdaşlarına daha çox sərf eləyir. Çünki Ukraynanı silahlandırmaq, ordunu yenidən formalaşdırmaq, ən azından indiyənə qədər məzuniyyətsiz döyüşlərdə iştirak edənlərin ən azından məzuniyyətlə təmin etmək və digər məsələləri Ukrayna tərəfi həll edə bilər və yenidən ən azından mühəndislik istehkam işlərini həyata keçirə bilər. Biz açıq şəkildə qeyd edə bilərik ki, son dönəmlər Ukrayna tərəfində sursat çatışmazlığı, şəxsiyyətin ümumiyyətlə çatışmazlığına görə Ukrayna tərəfi daha çox mühəndis istehkam işləri görür və Rusiyanın ən azından irəliləməsinin qarşısını bu formada almağa çalışır. Rusiya tərəfi də fərqindədir ki, Ukrayna tərəfinin ümumiyyətlə bu atəşkəs məsələsi konkret olaraq Ukraynaya sərf eləyir və Ukrayna ən azından yenidən hazırlaşa bilər. Hətta Rusiya-Ukrayna görüşündə iştirak edən nümayəndə heyətinin bəziləri mətbuata açıqlama verərkən açıq şəkildə bildirdilər ki, bu atəşkəs nəticəsində Ukrayna hazırlaşmaq istəyir və yenidən ordunu gücləndirmək istəyir. Ona görə də bu atəşkəsdə o qədər maraqlıdırlar. Və düşünürəm ki, Rusiya tərəfi şərtləri ağırlaşdırmaqda məqsədi də ondan ibarətdir ki, atəşkəs məsələsi ən azından indi əldə olunmasın və Rusiya tərəfi çalışacaq ki, ümumiyyətlə atəşkəsin əldə olunması üçün çalışacaq ki, atəşkəs baş verməsin və Rusiya tərəfi konkret olaraq çalışacaq ki, daha çox ərazilərə çıxa bilsinlər və daha çox əraziləri işğal edə bilsinlər. Və son dönəmlər Rusiya-Ukrayna müharibəsinin sahədə baş verənlərinə biz baxdıqda açıq şəkildə görürük ki, Ruslar dayanmadan irəliləyirlər. Hər gün ən azından 2-3 yaşayış məntəqəsini götürürlər. Rusiya-Ukrayna müharibəsində atəşkəslə bağlı, məsələn, müharibə başlayandan sonra Zelenski bir qərar qəbul elədi. Hətta Alriyada da bu qərar təsdiq olundu ki, yəni danışıqlara gedən şəxslərlə bağlı cinayət işi açılacaq filan. Və indi Zelenski artıq özü bir neçə dəfədir ki,
bəyanat verdi. Hətta bir gündə 3 dəfə bəyanat verdi ki, Putinlə görüşməyə hazırdır. Rusiya tərəfi də, yəni Zelenskini qanuni, qeyri-qanuni prezident hesab eləyir və bəyanatlar ən azından bu yöndə idi. İndi də Rusiya tərəfi açıq şəkildə bildirir ki, Zelenski ilə görüşə bilərlər. Yəni artıq dara düşəndə və yaxud da ki, vəziyyət tamamilə qəlizləşəndə o pafosla, böyük-böyük danışmaqla, o səsləndirilən fikirlər var ki, onları hamısını geri addım atırlar və ən azından reallıqlara baxıb nə edəcəklərini ən azından əldə etməyə çalışırlar. Rusiya-Ukrayna müharibəsində faktiki olaraq Türkiyə atəşkəsin əldə olunması üçün Türkiyə çox canfəşanlıq eləyir. Ümumiyyətlə, Türkiyə son dönəmlər bütün münaqişələrdə canfəşanlıq eləyir ki, atəşkəs əldə olunsun və yaxud da ki, hansısa bir formada. Düşünürəm ki, bu Türkiyənin özünün təşəbbüsündən əlavə həm də Türkiyəyə verilmiş bir roldur və Türkiyə bu rolu da çox yaxşı oynayır. Çünki Türkiyə iqtisadiyyatı elə bir vəziyyətdədir ki, Türkiyənin müharibələrə tərəf olmaq və yaxud da ki, böyük müharibələrdə iştirak eləmək kimi bir lüksü yoxdur. Ona görə də Türkiyə ən yaxşı variant olaraq ümumiyyətlə sanki tərəfsiz kimi və tərəfləri ümumiyyətlə bir atəşkəsə çağıran bir güc kimi rol almağa çalışır və bu rolda ona hesab edirəm ki, veriblər və bir çox ölkələrdə Türkiyənin bu rolda olmasından narazı deyirlər. Və onu qeyd eləmək lazımdır ki, Türkiyənin yalnız Qəzza məsələsində, Fələstin məsələsində İsraillə münasibətləri son dərəcə gərgindir. Bunu da anlayışla qəbul etmək lazımdır. Amma Türkiyə burada heç bir nəticə əldə edə bilmir. Digər bir məsələ isə İsrail-Həmas məsələsidir. İsraillə Həmas arasında baş verən toqquşmaların biz lap əvvəlinə biz baxdıqda, yəni bu əsir mübadiləsi ilə bağlı bir atəşkəs əldə olundu və bu atəşkəs əldə olunandan dərhal sonra İsrail tərəfi Hizbullaha qarşı, Livana qarşı bir hərbi əməliyyatlar həyata keçirdi. Oradakı hərbi əməliyyatları dayandırmaz Suriyadakı proseslərə qoşuldu. Netanyahunun uzun illərdir ki, istədiyi Bəşər Əsəd hakimiyyətdən getdi, devrildi, rejim devrildi və İsrail tərəfi Suriya ərazisindəki bütün hərbi bazaları demək olar ki, havadan vurdu, sıradan çıxartdı, sıfırladı və Colan təpələrini götürdü, ətraf əraziləri götürdü və orada dislokasiya elədi. Faktiki olaraq Suriyanın ərazisini işğal altında saxladı. Və indiki mərhələdə təbii ki, İsrail tərəfi düşünür ki, və Trumpın da bir belə ideyası var idi ki, Qəzzada ümumiyyətlə Fələstinlilər köçsünlər hansısa başqa bir yerə, başqa bir əraziyə və Qəzza tamamilə fərqli bir yerə çevrilsin. İsrail də bunu istəyir ki, Qəzza onların tərkibində olsun. Ona görə də İsrail tərəfi Həması, öz yaratdığı Həması tamamilə məhv etmək üçün artıq dünənləri bir bəyanat verdilər ki, əməliyyatlara başladılar. Bu əməliyyatlar üçün əməliyyatlara qarşı çıxacaq dünyada heç bir güc yoxdur. Yəni heç bir güc, yəni artıq İran da bir qədər məsələdə kənarda davranır. Ona görə də düşünürəm ki, İsrail bu niyyətinə, bu istəyinə çatmaq üçün əlindən gələni edəcək və düşünürəm ki, buna əldə etmək ehtimalı daha yüksəkdir. Ümumiyyətlə, İsrailin ən böyük istəyi və Amerikanın ən böyük istəyi odur ki, böyük bir İsrail dövləti yaransın və bu yöndə hansı addımlar atılır. Nəzərə almaq lazımdır ki, bəzən Amerika tərəfi, xüsusən Trump bildirir ki, atəşkəs əldə etmək lazımdır, ümumiyyətlə müharibələri dayandırmaq lazımdır. Amma onu da nəzərə almaq lazımdır ki, ən azından yaxın şərqdə baş verən bütün proseslərin başında Amerika dayanıb və bu əslində bununla bağlı artıq zamanında vəzifəli olmuş, zamanında ümumiyyətlə məsuliyyət sahibi olmuş şəxslər artıq bəyanatlar verirlər və bildirirlər ki, bunun arxasında dayanan güc hansı tərəfdir və bu Amerikanın olduğu da açıq şəkildə deyilir. Düşünürəm ki, Amerikanın atdığı addımlar, ən azından Amerika BMT-nin qətnamələrini qəbul etsəydi Fələstinlə bağlı, vəziyyət indiki həddə gəlib çatmazdı və yaxud da ki, Suriya ilə bağlı, yəni İsrailin Bəşər Əsədin getməsi ilə bağlı o məlum hamısında ərəb millətçilərinin olan Əlab Liqasındakı dövlət rəhbərlərinin hamısının getməsi ilə bağlı ən azından İsrailin istədiklərini Amerika həyata keçirməsəydi, bütün bunların hamısı baş tutmayacaqdı. İndiki mərhələdə düşünürəm ki, nə qədər də atəşkəsdən söhbət açılsa da, atəşkəsin əldə olunması və hətta atəşkəslər əldə olunsa belə
bütün münaqişə ocaqlarının dondurulması və yaxud da ki, proseslərin, problemlərin bitməsi anlamına gəlməyəcək. Hindistanla bağlı da eyni şey deyə bilərik. Hindistan tərəfi rəsmi olaraq bildirir ki, Pakistan hərbi uğurdan heç də ən azından başı fırlanmamalıdır və Hindistan əməliyyatları tam olaraq dayandırmayıb. Düşünürəm ki, Hindistan tərəfi uğursuzluğunu qəbul edib və bu əməliyyatların indiki mərhələdə atəşkəsin əldə olunmasının indiki mərhələdə əsas səbəb məhz elə Hindistanın uğursuzluğu idi. Hindistan əgər görsə ki, uğur qazana biləcək, yenidən bu əməliyyatları başlaya biləcək. Mövzuyu ümumiyyətlə qısaldıb və lokallaşdırıb konkret olaraq son həddinə gətirib çatdırsaq, onu qeyd etmək lazımdır ki, dünyada nə qədər də qeyd eləsələr də ki, atəşkəs əldə olunacaq, atəşkəslər baş tutacaq, hesab edirəm ki, bu müvəqqəti xarakter daşıyacaq və böyük müharibənin olma ehtimalı son dərəcə yüksəkdir və dünya hələ ki sıfıra düşməyib, sıfırı görməyib. Ona görə də indiki mərhələdə atəşkəsdən bütün problemlərin həll olacağı düşüncəsinə qapılmaq hesab edirəm ki, böyük yanlışlıqdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.